Orxan, bir dənə buranı çək. Görüntüyə bax sən can. Dağlara bax. Bu necə möhtəşəm bir mənzərədir, qardaşlar. Deməli, qardaşlar, Qəbələdə ən gözəl yerdə 7 otaqlı villa təqdim edəcəm sizə. Yaxın əyləşin, çox maraqlıdır. Hər birinizi salamlayıram, əziz izləyicilərimiz. Deməli, Qəbələ şəhərinin Alıbəy bulağı deyilən bir istiqamətində düz qapıya kimi asfalt olan bir villa təqdim edirik sizə. Möhtəşəm bir villadır. Həm məkan möhtəşəmdir. Mənzərəni də görürsünüz, düz dağın dibidir. Qabağından çay axır, özünüz də görə bilərsiniz. Həyət 13 sotdur, Orxan. Zəhmət olmasa həyəti çək. İlk öncə həyətin, deməli, girişdə axran evidir, altında qarajıdır. Villaya ümumi giriş 2 dənədir. Bir bu hissədəndir, bir də bu hissədən. Biz indi əsas girişdən gəldik, yəni bunu da istifadə edə bilərsiniz. Bir dənə zəhmət olmasa həyəti götür. Həyətdə ayrıca sanuzeli var, söhbətgahı var. Həyət hamısı gözəl, belə deyək, yaşıllanıbdır, gözəl ağaclarla. Çox möhtəşəmdir, çox gözəldir, həqiqətən maraqlıdır. Həyət 13 sotdan çıxarışdır. Villamız özü 7 otaqlıdır. Deməli, bir 4 yataq otağıdır, hamısında sanuzeldir. İndi çəkəcəm içini. Bir dənə bu villanın möhtəşəm görüntüsünü götürür Orxan. Yaxından da düşəcək. Getdi. Buraları çəkdin. Getdi. Burada başlayacağım. Buradan bu padvalı vurgulayacağım gözlə. Deməli, burada padval hissə var. Zirzəmi kimi istifadə edə bilərsiniz. İndi ora qaranlıqdır, düşə bilmirik. Gəl arxamca. Bura söhbətgahdır. Burada oturub, bax, buradan mənzərəni çək. Burada oturub gözəl bir mənzərəyə şahid olub. Mənzərəni izləyərək özünüzə çay içə bilərsiniz, səhər yeməyi eləyə bilərsiniz və s. Buradan giririk. Əsas giriş buradadır. Buradan mətbəxə girişdir. Gəl. Mətbəx necə? Əşyalı saxlayır. Tam əşyalıdır. İstipoldur. Mətbəx bütün mebellər, belə deyək, marka mebellərdir. Hamısı gözəl. Bax, burada görürsünüz. Özünüz baxanda bilirsiniz də, yəni bunun nəsə demək ehtiyac yoxdur. Xaldenlikdir, sonra bu mikrovolnovkadır və s. Gedirik içəri. Bu birinci mərtəbədə ümumi bir sanuzeldir. Götür zəhmət olmasa. İçəridə duş kabindir. Buranı da çək. Deməli, həmən yanında belə bir otağımız var. Buranı, belə deyək, iş otağı kimi və yaxud da yataq otağı da eləyə bilərsiniz və yaxud da qonağınız var, onu qəbul eləyə bilərsiniz. Belə bir otağımız var. Çox gözəl dizayn olunub. Həqiqətən hər şey möhtəşəm fikirləşib. Burada deməli, ümumi zaldır. Görürsünüz. Bura mı? Bunlar deməli istirahət üçün çöldə gözəl özünüzə əyləncə, yerləncə düzəldə bilərsiniz. Hamısı hazırdır, sadəcə biz quraşdırmamışıq. Kim alsa özü quraşdıracaq. Burada paltar yuyandır. Buranı zəhmət olmasa çək Orxan. Burada görürsünüz ümumi zaldır. Burada qonaqlarınızı qəbul edə bilərsiniz. Özünüzə hər hansısa bir belə deyək, süfrə hazırlayıb yemək yeyə bilərsiniz. Qalxır yuxarı. Görürsünüz necə gözəl dizayn olunub. Onu da vurğulayayım ki, dəyərli izləyicilər, ev tam olaraq sahibi özü üçün tikdiyi üçün gəl birbaşa balkona. Buranın balkonuna baxırıq. Təsəvvür et çıxmışsınız balkona, görüntüyə bir dənə baxın. Bir dənə görüntüyə baxın. Yəni, söz yoxdur da bu görüntüyə. Möhtəşəm. Deməli, 2 dəqiqəlik məlumat verəcəm Orxan, zəhmət olmaz. Sahibi özü üçün tikdiyinə görə hər şeyin ən yaxşısı istifadə olunub. Monolitdir, betondur. Yəni, nəysə tikim satım məqsəd deyil. Sadəcə
sahibləri hal-hazırda belə deyək, başqa bir plan var və ya başqa bir yerə belə deyək, köçürlər. Ona görə də bu evi satışa çıxardılar. Gəlin. Bu bir yataq otağıdır. Üstünü də çək, zəhmət olmasa. Otağın içində ayrıca sanuzeli, onu da çək. Gəl, zəhmət olmasa. Bu ikinci yataq otağımızdır. Görürsünüz də necə gözəl düşünülüb. Bu da özünün ikinci otağına ayrıca sanuzelidir. Bir də işi yandırım. Gəl, zəhmət olmasa Orxan. Bu üçüncü yataq otağımızdır. Burada biraz yığılıb üst-üstə, yəni ona fikir verməyim. Bunun da ayrıca özünün sanuzeli, onu da çək. Və bu da dördüncü otağımız. Yataq otaqlarından gedir söhbət. Yəni bu da sanuzeli və bu deskidir. Yəni buradakı iqruşkalardan belə bəlli olur ki, bu desk otaqdır. Yəni gözəl bir səliqəli, zövqlə işlənilmiş bir desk otaq kimi istifadə edə bilərsiniz. Başqa nəsə qaldı məlumat verməm. Ev o qədər böyükdür ki, bilmirik nəyə verdik, nə məlumat verdik. Gedək, qazazı çəkək. Bəli. Deməli, qısa olaraq məlumat verməyə çalışdıq. Çünki çox yormaq istəmirik sizi. Villamızı gördünüz. Çox münasib qiymətədir. Bizlə əlaqə saxlayın. 51 270 48 48. Gözləyirik zənginizi. Sağ olun.